Salam əziz izləyicilər, əziz müəllimlər. Mən Daşqın Yunus, Riyaziyyatın Dərinlikləri kanalında bu gün sizinlə sizin çoxsaylı xahişiniz üzrə kəsilən müəllimlərin sertifikasiya imtahanının digər suallarını izah edəcəm. Deməli, bundan əvvəl mən 23, 24 hardasa bu qədər sual izah eləmişdim. İndi qalan sualları da izah edəcəm. Deməli, qalan suallar əsasən həndəsəyə aid suallardır, əziz müəllimlər. Həndəsəyə aid suallardan başlayacağım. Ötən videomda əsasən cəbir hissəsinə aid olan sualları izah eləmişdim. İndi də həmin imtahanda həndəsə bölməsinə aid olan sualları izah edəcəm. Başlayaq bir-bir. Deməli, birinci sualımızda deyilir ki, belə bir kvadrat verilir. ABCY kvadratı verilir. Burada AC və DF bir-birinə paralel düz xətlərdir. Paralel parçalardır. Bizdən ACDF bunun, bax, buradakı bu paraleloqramın sahəsinin tapılması tələb olunur. Bu paraleloqramın sahəsini necə tapacağıq? Paraleloqramın sahəsini tapmaq üçün deyəcəm ki, əgər bu kvadratdırsa, onda bunun bir tərəfi 5-dirsə, deməli hər bir tərəf 5 olacaq. Onda deməli BD tərəfi də 5-dir. Əgər BD tərəfi 5-dirsə, CD də 1-dirsə, onda BC'yə 4 düşür. Və Pifaqor ədədlərinə görə, Pifaqor ədədlərinə və yaxud da Pifaqor teoreminin özünü deyə, Pifaqor teoreminə görə əgər katetlərdən biri AB 5-dirsə, digəri də BD 4-dürsə, onda biz buradakı düzbucaqlı üçbucağın sahəsini tapa bilərik. Düzdür? Bu düzbucaqlı üçbucağın sahəsi, heç burada Pifaqor teoremi bizə lazım olmadı. Mən də fikirləşirdim ki, AC-ni tapaq. Amma sonra danışdıqca ağlıma gəlir ki, heç AC-ni tapmaq bizə lazım deyil. Deməli, bu üçbucağın sahəsi, düzbucaqlı üçbucağın sahəsi necə tapılır? Katetlər hasilinin yarısı 5 vurulsun 4 bölü 2. Deməli, S bərabərdir 5 vurulsun 4 bölü 2. 20-ni 2-yə böləndə 10. İndi bu üçbucağın da sahəsini tapaq. Əgər AB tərəfi 5-dirsə və bura 1 olduğuna görə, bunlar paralel düz xətlər arasındakı parçalar bir-birinə bərabər olur. Bu 1-dirsə, burada 1 düşür. Onda burada 4 düşür. Və bu düzbucaqlı üçbucağın da sahəsi yenə də 10 olur. Deməli, burada 10 oldu. Burada 10 oldu. İndi mən ümumi kvadratın sahəsindən bu iki dənə düzbucaqlı üçbucağın sahəsini çıxanda bu paraleloqramın sahəsini tapmış olacaqmı? Bəli. Onda ümumi kvadratın sahəsini hesablayaq. 5 vurulsun 5. Kvadratın sahəsi S kvadrat bərabərdir 5 vurulsun 5 bərabərdir 25. Mən bu ümumi kvadratın sahəsi olan 25-dən çıxacağım. Bu iki dənə düzbucaqlı üçbucağın sahələrinin cəmin ki, bu paraleloqramın sahəsini tapın. Yəni 10 üstəgəl 10. 25-dən 20 çıxanda 5 eləyir. Burada cavabımız olacaq 5. İndi gəldik ikinci sualımıza. İkinci sualda bizə deyir ki, Y nöqtəsi BD-nin orta nöqtəsidir. Bax, bu əsas informasiyadır. Y nöqtəsi BD-nin orta nöqtəsidir. Burada bir dənə də məlumat verir. ABY bu üçbucağın sahəsi ilə YSD bu üçbucağın, bu qarşı-qarşı olan üçbucaqların sahələri cəmi 25-dir. Ümumi dördbucaqlının sahəsini bizdən soruşur. Əgər Y nöqtəsi BD-nin orta nöqtəsidirsə, onda AY də mediandır, SY də mediandır. Çünki AY, bax, bu üçbucağın BD tərəfini yarı bölür, SY də, bax, yuxarıdakı üçbucağın BD tərəfini yarı bölür. Və biz bilirik ki, medianın xassəsinə əsasən median üçbucağı bərabər sahəli üçbucaqlara ayırır. Yəni, ABY-nin sahəsi S-dirsə, AYD-nin də sahəsi S olmalıdır. Eyni qaydana BYS-nin sahəsi S1-dirsə, YSD-nin də sahəsi S1 olmalıdır. Çünki bu Y orta xəttir. AY mediandırsa, onda
Median üçbucağı bərabər sahəli üçbucaqlara ayırdığına görə bunların da sahəsi bərabərdir. Bunların da sahəsi bərabərdir. İndi S ilə S1-in cəmi bax bizə bunu deyir. S ilə S1-in cəmi 25-dir. Buradakı S ilə də S1-in cəmi 25-dir. Onda 25 üstə gəlinsin. 25 bərabərdir 50. Deməli, ümumi ABCD-nin sahəsi olacaq 50. Gəldik 3-cü sualımıza. 3-cü sualda bizə bir dənə 8 bucaqlı verir. 8 bucaqlı. 8 bucaqlının bax bu tərəfini iştirikləyir və bizə deyir ki, S iştirik 108 kök altı 2-dir. R-i tap. S iştirik 108 kök altı 2-dirsə, bu iştirixin neçə dənə üçbucaq əhatə etdiyini bilməliyik. Buradan belə xəttlər çəksək, görərik ki, bax 1, 2, 3. 3 dənə üçbucaq əhatə eləyir. Əslində S iştirik əslində 3 dənə S üçbucaq deməkdir. Yəni 3 dənə üçbucağın cəmi deməkdir. Əgər 3 dənə üçbucağın sahələri cəmi 108 kökdə 2-dirsə, bir dənə üçbucağın sahəsi nə olacaq? 108 kökdə 2-ni 3-ə böləcəm. 1 ilə 8-i 9 eləyir. Rəqəmlər cəmi 3-ə bölünür ki, 108 də 3-ə bölünür. Bölək 10-da 3, 3 dəfə, 9, 18-də də 6 dəfə, 36, 90, 18. Aha, 36 kök altı 2. İndi deməli, bax bir üçbucağın sahəsini biz bildik, düzdür? Mən bunları da bir dənə belə çəkim. Görün burada neçə dənə üçbucaq əmələ gələcək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Hər halda 8 bucaqlıdırsa, 8 dənə də üçbucaq olmalıdır, düzdür? Bu o deməkdir ki, mən bunun xaricinə çevrə çəksəm, bax bu olacaq çevrənin mərkəzi və bu olacaq mərkəzi bucaq, yəni 360 dərəcəli bucaq. Bu 360 dərəcəli bucaq 8 bərabər hissəyə ayrılır. Onda bir hissəyə nə düşəcək? 360 bölünsün 8. 36-da 8, 4 dəfə, 32. 40-da da 8, 5 dəfə, 45 düşəcək, düzdür? Deməli, əslində, bir üçbucağın sahəsi 36 kökdə 2 var, ha. Biz bilirik ki, bura çevrənin mərkəzidirsə, onda bu radiusdur da. Bax, bu da radiusdur, bax, bu da radiusdur. Bu isə, bax, bu aradakı bucaq isə 45 dərəcədir. Və yaxud da ki, bax, bu da radiusdur. Bax, bu da radiusdur. Bu aradakı bucaq da tapdıq ki, 45 dərəcədir. Necə tapdıq? Tam 360 dərəcəli bucağı 8 dənə bərabər hissəyə ayırdıq. Bir hissənin bucağı 45 dərəcə. Üçbucağın sahəsi necə hesablanır? Üçbucağın sahəsi necə hesablanır? Məsələn, iki tərəf verildi. Bir də onların arasındakı bucaq verildisə, onda S bərabərdir A, B, sinus alfa böl 2 düsturu ilə hesablanır. Düzdür? Bunu əsasən, indi burada da A-nın yerində R durur, B-nin də yerində R durur, alfanın yerində 45 durur. Onda yazacağım, S-in də yerində 36 kökdə 2 durur. Yazıram 36 kök altı 2 bərabərdir R vur, sinus 45 bölünsün 2. Hər tərəfi 2-yə vurum. 72 kök altında 2 bərabərdir R kvadratı. Sinus 45-də 2-də kök altı 2-dir. Bu kök altı 2-lər gedir. 2-ni 72-yə vuracağım. 144 bərabərdir R kvadrat. R də bərabərdir 12 olacaq. Deməli ki, bu da radius oldu 12. Yəni çətin bir şey deyil. Sadəcə məntiqi cəhətdən düşünməlisiniz ki, iştiriklənmiş hissənin sahəsi 3 dənə üçbucaqdır. Bunu 3-ə bölün, bir dənə üçbucağın sahəsini tapın. Sonra mərkəzi bucaqda 8-ə bölün, bir üçbucağın bucağını tapın və üçbucağın sahə düsturunu tətbiq eləyin və s. Yəni bu çətin bir şey yoxdur. Bu medianın xassəsinə əsaslanır da. Yəni median üçbucağı bərabər sahəli üçbucaqlara ayırır. Sonra kvadrat. Yəni düzbucaqlı üçbucağın sahə düsturunun tapılmasına əsaslanır. Bütün kvadratın sahəsindən bu 2 dənə düzbucaqlı üçbucağın sahələri cəmini çıxırıq. Dördüncü sual. Dördüncü sualda bizdən nə soruşur? AF bölünsün AC. Bu tənböləndir. Görürsünüz alfa alfa. Bucağı yarı bölür. Tənbölən. Tənbölən xassəsinə əsasən. Tənbölən üçbucağın tərəflərinin mütənasib parçalara ayırır. Yəni tənböləndən sol tərəfdəki parçaların nisbəti
sağ tərəfdəki parçaların nisbətinə bərabərdir. Onda bura 8-dirsə, bunun bu mailin proyeksiyası 8x olacaq. Bu 6-dırsa, bu mailin proyeksiyası da 6x olacaq. Və beləliklə də AF 8x olur. AC isə 14x olur. X'lər gedir. Hər tərəfi 2-yə bölsəm yuxarı 4 düşür, aşağı 7 düşür. Bu da olacaq 7-də 4. İndi gəlirik 5-ci suala. 5-ci sual da düzbucaqlı trapeziyaya aiddir. Bunun perimetrini tapmaq tələb olunur. Biz buradan bir dənə belə hündürlük çəksək, bu paralel olacaq. Paralel xətlərin arasında parçalar bərabərdir. Onda bu 17-dirsə, burada 17 düşür. Şu 32-dən 17-ni çıxanda 15 düşür. Pifagor ədədlərinə əsasən 17, 15. Onda bura 8 düşür. Bu 8-dirsə, bu da 8 olacaq və beləliklə də bunun perimetrini tapmaq olacaq. Bərabərdir 8 üstəgəl 17 üstəgəl 17 üstəgəl 32. 8 ilə 32-ni 40. 17 ilə də 17-ni 34. Bu da oldu 74. Sonra deməli ondan sonra başqa hansı məsələ misallarımız var? Bax 5 dənəsi bunlar. Çətin idimi? Yox. Tənbələnin xassəsi. Düzbucaqlı trapeziya. Düzbucaqlı trapeziyanın perimetrin tapılması. Yəni sadə 8-ci sinif məsələlər, belə deyək. Heç bu 9-cu sinifə də aid deyil. 8-ci sinif məsələlər. İndi 6-cı suala baxaq. 6-cı sual. Baxın, çevrəyə aiddir. Deməli, yenə belə çevrə verilir. Bax, belə vətərlər verilir, vətərlər. Mərkəzdən bu vətrə qədər məsafə və digər vətərə qədər məsafələr çəkilir. Hər bir məsafənin uzunluğu dəyişənlə ifadə edilir. 2x üstəgəl 1. Bu da x üstəgəl 2. Düzdür? Bax, bu vətərin və bu vətərin uzunluqları 8 olub, bir-birlərinə bərabərdir. Bizə deyir ki, çevrənin uzunluğunu tapın. Çox sadə bir məsələ. 8-ci sinif məsələsi. Deməli, biz bilməliyik ki, əziz müəllimlər, mərkəzdən bərabər vətərlərə qədər olan məsafələr də bir-birinə bərabərdir. Bu bir qaydadır. Mərkəzdən, bax, bu vətərlə bu vətərin bərabərliyi verilir. Bərabər vətərlərə qədər məsafələr, hər halda düzbucaqdırsa, deməli, bu məsafə sayılır da. Bərabər vətərlərə qədər məsafələr bir-birinə bərabər olduğu üçün mən 2x üstəgəl 1-i x üstəgəl 2-yə, yəni məsafələr bir-birinə bərabər eləyirəm. Bu tənlikdən x bərabərdir 1 tapıram. X 1 olduğuna görə 1 ilə 2-ni 3 eləyir. Deməli, bu məsafə oldu 3. Düzdür? İndi məndən uzunluğu soruşur. Uzunluq nəyə bərabərdir? 2pi r-ə. Deməli, mən radiusu tapmalıyım. Bunda radiusu çəkirəm ki, onu tapa bilim də. Və burada düzbucaqlı üçbucaq əmələ gəlir radius çəkən kimi. Bu düzbucaqlı üçbucağın bir kateti 3 oldu. Biz bunu tapdıq. Bəs bu katet nədir? Bu kateti tapmaq üçün bu qaydadan istifadə edəcəyik. Deyəcəyik ki, diametr üzərində olan xətt, baxın, mərkəzdən keçsə, deməli, diametr üzərindədir. Diametr vətərə perpendikulyar olduqda vətəri yarı bölür. Ona görə də bu da 8 yarı bölünəcək. Bu da bir qaydadır. 3, 4, onda Pifagor ədədləri bura 5 düşəcək. Deməli, radiusu olacaq 5. 2 pi vurulsun 5, bu da olacaq 10 pi. 2 dənə sadə qaydadan istifadə elədi. Yəni, sadə məsələdir. Çətin bir şey yoxdur burada. Sonra çevrəyə aid digər məsələmiz bizdən soruşur. Deyir ki, radiusu 6 olan, mərkəzi bucağı pi bölünsün 3 olan çevrədə həmin o mərkəzi bucağa söykənən qövsün uzunluğunu tap. Mərkəzi bucağa söykənən qövsün uzunluğunu tap. Gəl tapaq mərkəzi bucağa söykənən qövsün uzunluğunu. Deməli, L bərabərdir. Tənasüb qura bilərik. Tənasüb belə qura bilərik ki, 360 dərəcəli bucağa 2 pi r uyğun gəlirsə, alfa dərəcəli bucağa da L uyğun gəlir. L nə olacaq? 2 pi r alfa bölü 360. Yəni düstur belədir. 2 pi r alfa bölü 360.
Alfa dərəcəli mərkəzi bucağa söykənən qövsün uzunluq düsturu. Orta məktəb mövzusu. Orta məktəb dərsliklərində verilən düstur bərabərdir 2 pi vur r6'dır. Alfada 183'e böləndə 60'dır. Bölü 160. 6'ını 60'a vuranda 360. Bunlar getdi qaldı 2 pi r. 2 pi r qalır. 2 pi r də 6'dır. Bu da olacaq 12 pi. 12 pi 7-ci sualın cavabı. Yəni sadə həndəsə məsələlərdir müəllimlər. Burada yəni çətin bir şey yoxdur. Siz deyirsiniz ki, çətindir, çətindir. Çətin bir şey hələkilik görmürəm. Görək sonraki məsələmiz nə olur? Buradan yazacağım, baxın. Yəni sadə olduqları üçün belə balaca yerdə bəs eləyir. Deyir ki, perimetri 48 olan, iti bucağı da 60 dərəcə olan rombun kiçik diaqonalını tapın. Rombun kiçik diaqonalı. Biz bilirik ki, rombun perimetri 48-dirsə, onda tərəfi 48 bölü 4, 12 olacaq. Düzdür? Tərəfi 12'dir. Bax, bu bizim rombumuz. Bu tərəfdə 12, bu tərəfdə 12. Kiçik deməli, iti bucağı da 60. İndi kiçik diaqonal kör bucaqlar birləşdirən diaqonaldır. Bax, budur. Əgər bərabər yanlı üçbucağın, görürsünüz, bərabər yanlı üçbucaq alındı burada. Bərabər yanlı üçbucağın təpə bucağı 60 dərəcədirsə, onda digər bucaqlar da 60 dərəcə olur və bu bərabər tərəfli üçbucaq olur əslində. Onda kiçik diaqonalda 12 olur. Heç burada hesablamağa ehtiyacı qalmadı. Ondan sonra gəldik. Neçənci sual oldu? 7-ci sualı izah elədik. Gəldik 8-ci sualı da izah elədik. İndi gələk 9-cu sualımıza. 9-cu sualımıza. Çətin suallar görək hansılardır? Yəni çox deyirsiniz çətin, çətin, çətin. Bu çətin suallar hansı suallardır? Mənə çox maraqlı gəldi. 9-cu sual gəlirik də, eləmi? 9. Deməli, belə bir sualımız var. Bizə deyir ki, ABC üçbucağının AC tərəfi üzərində müəyyən bir Y nöqtəsi götürülür. Y nöqtəsi götürülüb. Görün, həndəsəyə aid nə qədər sual düşüb. Y nöqtəsi götürülür. Bizə deyir AY bölünsün YS bərabərdir 6 bölünsün 1. S ABS'ni tapın. Gəlin bunun şəklini çəkək. Şəkil üzərində izah eləyək. ABC üçbucağının AC tərəfi üzərində Y nöqtəsi götürülür. AY böl YS 6 böl 1'dir. O demək ki, bura 6x düşür, bura 1x düşür. İndi baxın. Deməli, bu ABY üçbucağı ilə BYS üçbucağının hündürlükləri eynidir. Yəni, mən buradan bir hündürlük çəksəm, bax, bu hündürlük. Həm ABY üçbucağının hündürlüyüdür. Həm də BYS üçbucağının hündürlüyüdür. Baxın. Bizə orta məktəbdə nə öyrədilib? Yəni biz daha doğrusu nə öyrətmişik? Sahələr nisbəti deməli parçaların kvadratlar nisbətinə bərabərdir. Amma burada bir maraqlı məqam var. Əgər üçbucaqların hündürlükləri eynidirsə, eyni xətt üzərində yerləşirsə, onda sahələr nisbəti parçalar nisbətinə bərabər olacaq. Ona görə də ABY-nin sahəsi SABY bölünsün BYS-nin sahəsi SBYS 6 bölünsün 1 olacaq. Daha 6'ın kvadratı böl 1'in kvadratı olmayacaq. Və bizə bir dənə də burada şərt verir. O şərti demək yadımdan çıxdı. Bu üçbucağın sahəsinin 120 olması verilir. Yəni SABY 120'dir. Bu verilir bizə.
Onda gətirib burada 120 yazsam, belə olacaq. 120 bölünsün. Buna da bir dənə x desəm, bərabər də 6 böl 1. Buradan 6x 120 olur. X də bərabərdir 20 olur. Beləliklə də bu üçbucağın sahəsi 120. Bu üçbucağın da sahəsi 20. Cəmi olacaq 140. Cavabımız olacaq ümumi üçbucağın sahəsi 140. Elə də çətin bir sual deyil. Orta məktəb dərsliyini yaxşı qavrayan bir müəllim üçün bu sadə bir sualdır. Hündürlükləri eyni düzxət üzərində yerləşən, yəni oturacağa çəkilmiş hündürlüklər, eyni düzxət üzərində yerləşən üçbucaqların sahələri nisbəti onların oturacaqların nisbətinə bərabərdir. Oxşarlıqdan alınan bir qaydadır. Buradan da qurtardıq. Sonra deməli belə bir sualımız var. 10-cu sual. 10-cu sual. 10-cu sual fəzaya aiddir. Bir düzbucaqlının bir tərəfi 3-dür. Bax düzbucaqlının bir tərəfi 3-dür. Perimetri 14-dür. Digər tərəf ətrafında fırlanmadan alınan fiqurun həcmi. Fırlanmadan alınan fiqurun həcmini tap. Fiqurun həcmini tap. Gəlin tapaq. Digər tərəfdən fırlanmadan alınan fiqurun həcmini tapaq. İndi biz nə edəcəyik? Bunun şəklini çəkəcəyik. Deməli, bax, bu bir düzbucaqlı. Düzbucaqlının bir tərəfi olsun 3. Perimetr 14. Digər tərəfi vermir. X. Perimetr nədir? 2x üstəgəli 6. 2x üstəgəli 6 10-dur. 14-dən 6 çıx 8, 2-yə böl 4. Digər tərəfində 4 olduğunu tapdıq. Digər tərəf ətrafında, yəni 4-ün ətrafında fırlanmadan alınan fiqurun həcmi. Bunun ətrafında fırlanmadan alınan fiqur, bax, bu olacaq. Yəni, silindir olacaq. Silindirin də həcmi S oturacaq, vurulsun H düsturu ilə hesablanır. Oturacaq, çevrədir, çevrənin sahəsi pi r kvadratıdır. Pi vurulsun r oldu 3. H da oldu 4. 3'ün kvadratı vurulsun 4. 94'ün 36 pi. Nədir ki bu? Yəni konkret, yəni fəzaya aid, fəza fiqurlarına aid olan ən sadə suallardan biridir. Konkret düstur məsələsidir. Fikirləşməli bir şey yoxdur. Məsələnin şəklini çəkdinmi? Bəli, düstura qoy yaz. Vəssalam. Konkret düstur məsələsidir. Yəni fikirləşməli bir şey yoxdur. Düzdür, bu oldu 11-ci sinif mövzusu. Silindirin həcminə aid. Amma deməli nə qədər də yuxarı sinif mövzusu olsa da həmin mövzuya aid olan sadə tipli məsələdir. Yəni çətin məsələ deyil. Bu miq məsələsi deyil yəni. Sonra gəlir 11-ci sualımıza. 11-ci sualda görək başqa bir deməli, başqa bir həndəsə məsələsi qalıbmı? Belə bir məsələ var. Bu da həndəsəyə aid deyil, ehtimala aiddir. Düzdür, həndəsə məsələsi üzərində, yəni həndəsi fiqur üzərində qurulsa da, amma ehtimala aiddir. Gəlin baxaq. Deməli, bura bir 5 verir, bura 8 verir, burada x verir. Deyir ki, 3 bucağın bərabər yanlı olması ehtimalını tap. Üçbucağın bərabər yanlı olması ehtimalını tap. Gəlin tapaq. Biz bilirik ki, üçbucaqda tərəf-tərəf bərabərsizliyinə əsasən hər hansı bir tərəf digər iki tərəfin fərqi ilə cəmi arasında qiymət alır. Deməli, x neçə dənə qiymət alacaq? 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Neçə dənə qiymət oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə qiymət oldu. Bu 9 dənə qiymətdən neçə dənəsində
üçbucaq bərabər yanlı olacaq. 2 dənəsində. Birində 5 olanda 5 5 8. Birində də 8 olanda 8 8 5. 2 dənəsində. Deməli 9 qiymətdən 2 qiymətdə üçbucaq bərabər yanlı olur. Onda üçbucağın bərabər yanlı olması ehtimalı 9'da 2 olur. Vəssalam. Gəldi 12-ci sualımıza. Bu da bir ehtimal məsələsidir. Da ehtimal demişkən qoy ehtimal məsələsini yazım. Sonra təzədən həndəsəyə qayıdaq. Deyir ki, bir ovçunun hədəfi vurma ehtimalı bərabərdir 0,8. Digərinin hədəfi vurma ehtimalı. Digərinin hədəfi vurma ehtimalı bərabərdir 0,6. Hər ikisinin hədəfi vurma ehtimalını tapın. Yəni müəllimlərin mənə verdiyi suallara əsasən mən bunu izah edirəm. Hər ikisinin güc bəla ilə bu sualları tapmışam və onların dediklərinə əsasən yəni belə bir sual düşüb. Hər ikisinin hədəfi vurma ehtimalını tap. Vurma ehtimalını tap. Baxın, bu da ehtimal məsələsidir. Bax, biz başlayırıq ehtimalı uşaqlara öyrətməyə 7-ci sinifdən. 7-ci sinifdən sonra 8-ci, 9-cu, yəni yuxarı siniflərdə ehtimal sualları düşür, ehtimal mövzuları düşür. Hər bir sinifin də ehtimala aid öz səviyyələri var. Bu düzdür. Biraz yuxarı sinif səviyyəsidir. Yuxarı sinif səviyyəsi və bir balaca bunlara nisbətdən, yəni digər bayaq izah etdiyim suallara nisbətdə bir balaca çətin tipli sualdır. Bir balaca çətin tipli sual. Lakin bu da konkret düstur məsələsidir. Yəni əgər bizim bir il vaxtımız qalıbsa və biz biliriksə ki, imtahana gedəcək, orada bizə ehtimala aid mütləq sual düşəcək və bu sual yəni ehtimalın bütün mövzularına aid ola bilər. Biz gərək onu yaxşı çalışardıq. Dim test toplusunun ikinci hissəsində düşən suallardan biridir. Yəni dim test toplusunun ikinci hissəsindən qırağa çıxılmır və ya dərsliklərdən qırağa çıxılmır. Yəni bizim görmədiyimiz tip bir məsələ deyil ki, biz deyək ki, ay aman biz getdik və sertifikasiyada bizə görmədiyimiz bir məsələ verildi və biz bunun üzərində çoxlu vaxtımız itdi və s. Yəni gördüyümüz tiplidir. Yəni biz öz üzərimizdə çalışırıqsa, dim test toplularını həll eləyiriksə, deməli bunu da həll eləyə bilərik də. Yəni bu da çətin bir şey yoxdur. Deməli müəllimlər, baxın burada belə deyim də, hər ikisinin eyni anda hədəfi vurma ehtimalı. Bax, burada bir neçə hal var. O halların hamısını mən sizə deyəcəm. Hər ikisinin hədəfi vurma ehtimalı, bizdən hal-hazırda bunu soruşur. Hər ikisinin hədəfi vurma ehtimalı 0,8 vur 0,6 bərabərdir 0,48 olacaq. Cavabımız budur. Deyir ki, bir ovçunun hədəfi vurma ehtimalı 0,8-dir. Digər hədəfi vurma ehtimalı 0,6-dır. Hər ikisinin eyni anda, burada eyni anda söz olmalıdır. Hər ikisinin eyni anda hədəfi vurma ehtimalını tap 0,48. Desə ki, heç birinin hədəfi vurmamaq ehtimalını tap. Onda 1-dən 0,8-i çıxacam, bunun hədəfi vurmamaq ehtimalı. 1-dən 0,6-nı çıxacam, bunun hədəfi vurmamaq ehtimalı. Hər ikisinin eyni anda hədəfi vurmamaq ehtimalı, həmin o çıxmaları bir-birinə vuracam. Desə ki, ən az birinin hədəfi vurma ehtimalını tap, onda bunları cəmləyəcəm, həmin cəmdən, bax bu hasili çıxacam. Cəmdən hasili çıxacam. Bu olacaq ən az birinin hədəfi vurma ehtimalı. Yəni burada bir neçə hal ola bilər. Baxın, hər ikisinin eyni anda hədəfi vurma ehtimalı. Bu 1. Heç birinin hədəfi vurmamaq ehtimalı. Bu 2. Ən az birinin hədəfi vurmaq ehtimalı. Bu da 3. Hər üçünün də həll variantını dedim. Onu da qeyd edeyim ki, əgər deməli sertifikasiya və ya MİQ-ə yaxşı şəkildə hazırlaşmaq istəyirsinizsə, əziz müəllimlər, onda mənim də hazırlığıma
qoşula bilərsiniz. 050 501 17 71 WhatsApp nömrəsinə yazaraq hazırlığıma qoşula bilərsiniz. Bir aydan sonra da nəticənin necə yüksəldiyinə özünüz şahid olacaqsınız. Bu sualların və buna bənzər digər sualların, ümumiyyətlə sertifikasiyaya indiyə qədər düşən sualların və indidən sonra düşməsi ehtimal olunan sualların ətraflı izahını öyrənmək istəyirsinizsə, gözəl şəkildə hazırlaşmaq istəyirsinizsə, buyurub hazırlığıma qoşula bilərsiniz. Davam eləyək. Gələk 13-cü suala. Görək 13-cü sualda nə deyilir? 13. A -3 6 nöqtəsindən keçib Y bərabərdir 1.5 x üstəgəl 4 düz xəttinə perpendikulyar olan düz xəttin tənliyini bizdən soruşur. Yəni, elə bir düz xəttin tənliyini yazmalıyıq ki, bu nöqtədən keçsin və bu düz xəttə perpendikulyar olsun. Mən həmin düz xət olaraq deməli, y bərabərdir kx plus b düz xəttini götürürəm. Qaydaya əsasən, iki düz xətt bir-birinə perpendikulyardırsa, onda onların bucaq əmsallarının hasilləri -1 olur. Bunun bucaq əmsalı k, bunun bucaq əmsalı 1.5. İki düz xətt bir-birinə perpendikulyardırsa, onların bucaq əmsallarının hasili -1 olur. Orta məktəb məlumatıdır. İki düz xətt bir-birinə paraleldirsə, onların bucaq əmsalları bir-birinə bərabər olur. Paralel olanda bucaq əmsallar bərabər olur. Perpendikulyar olanda bucaq əmsalların hasili -1 olur. Buradan k bərabərdir -1 böl 1.5, -10 böl 15, 5'ə böldüm, -2 böl 3 alıram. Deməli, y bərabərdir k-nın yerinə -3'də 2 yazacağım. Alınacaq -3'də 2x üstəgəl b. İndi də bunun -3 6 nöqtəsindən keçməsini yoxlayacağım. X-ə -3, y-ə 6 verəcəm. Y 6, x-ə də -3 yazacağım. Bu -3'lər getdilər. Qaldı 2 üstəgəl b. Buradan b bərabərdir 4 alırıq. Beləliklə də düz xəttim y bərabərdir -3'də 2x üstəgəl 4 olacaq. İndi aldım bu cavabı, baxıb görürəm cavablara ki, cavab variantlarına ki, belə bir cavab yoxdur. Ay aman, neyniyəcəm? Cavabı tapmışam amma cavab variantında yoxdur. Neyniyəcəksiniz? Çevirmə aparacaqsınız. Yəni, əgər sizin aldığınız cavab variantı deməli, testin öz cavabında yoxdursa, deməli ki, sizin hansısa bir çevirməyə ehtiyac var da. Neyniyəcəyik? Yəni, bu bucaq əmsallı tənlikdir. Bucaq əmsallı tənlik yoxdursa, deməli ki, ümumi tənliyi veriblər. Deməli, biz ümumi tənliyə getməliyik. Hər tərəfi 3'ə vururuq. 3y bərabərdir -2x üstəgəl 12. Hər tərəfi, bax, bunu da 3'ə vurdum, bunu da, bunu da. Sonra da hamısını bir tərəfə keçirirəm. Bunu keçirdim. 2x üstəgəl 3y çıx 12 bərabərdir 0. Bilirik də, düz xəttin bir bucaq əmsallı tənliyi var. Bir də ümumi ax plus by plus c bərabərdir 0 şəklində tənliyi var. Ya belə veriləcək, ya da bu şəkildə ümumi tənlik formasında veriləcək. Gəldik 14-cü sualımıza. 14-cü sualda bir tənliklər sistemi verilib. Və müəllimlər deyir ki, bu bizim işlədiyimiz tip tənliklər sistemindən deyildi. Görək, bu hansı tənliklər sistemidir ki, elə? 3x üstəgəl 2y bərabərdir 6 kökdə 2. 2x çıx y bərabərdir 2 kökdə 2. Bizdən soruşur. 6x kvadrat çıx 3xy üstəgəl 2y kvadratı nəyə bərabərdir? Əziz müəllimlər, bu bir xətti tənliklər sistemidir. Xətti tənliklər sistemi. Xətti tənliklər sistemini necə həll edirlər? Bir neçə həll forması var. Biri determinant formasıdır. Biri Kramer qaydasıdır, biri də Gauss üsulu. Yəni, biri deməli, əmsalların ardıcıl yox edilməsi üsuludur. Düzdür? Biz də elə əmsalların ardıcıl
yox edilməsi üsulundan istifadə edəcəyik. Gəlin eləyək. Birinci tənliyin hər bir əmsalını ikinci tənliyin əmsalına vuracağım. İkinci tənlikdə x-in əmsalı 2-dir. Birinci hər tərəfini 2-yə vururam. Bu olacaq 6x, bu olacaq 4y, bu olacaq 12 kök 6x. Bunun hər tərəfini bax birincinin əmsalına 3-ə vururam. 6x çıx 3y bərabərdir 6 kökdə 2. Bunları tərəf-tərəfə çıxacam. 6x çıx 6x 0. 4y çıx mənfi 3y. 4 çıx mənfi 3. Yəni 4 üstə gəl 3. Bu oldu 7y. 12 çıxılsın 6. Bu oldu 6 kökdə 2. Buradan da y bərabərdir 6 kökdə 2 bölü 7. Bu y-i aparıb hər hansı bir tənlikdə yerinə qoyub x-i də tapa bilərəm. Başqa cürdə, yəni eyni qaydanı tətbiq eləyərək də x-i tapa bilərəm. X-i tapa bilərəm. Yəni nə edəcəm indi? Bax, indi y-in əmsallarını eyniləşdirəcəm. Bayaq x-in əmsallarını eyniləşdirdim. İndi də y-in. İkinci tənliyin hər tərəfini birincinin əmsalı 2-yə vuracam. Birincini olduğu kimi yazıram. İkinci hər tərəfini 2-yə vuracam. Tərəf-tərəf toplayacam. 7x, bunlar getdi 0-a bərabərdir 10 kökdə 2. X də bərabərdir 10 kökdə 2 bölü 7. X və y tapdım mı? Gətirib yerinə yazıram. 6x kvadrat, yəni 6 vurulsun. Bunun kvadratı 49'da 100 vur 2, 200. Çıxılsın 3xy, çıxılsın 3 vur xy. Vuranda məxrəclər 1, surətlər 1 vurulur. 7-ni 7-yə vuranda 49. 6 kökdə 2-ni 10 kökdə 2-yə vuranda 60 vur 2, 120. Üstəcə 2y kvadratı. 2 vur y-in kvadratı. 49'da 36 vur 2, 72. O da bərabərdir. O da bərabərdir. Məxrəclər eynidir. Baxın 49, 49, 49. Məxrəc eyni olduğuna görə məxrəci olduğu kimi yazıram. Surətləri hesablayacağım. 6 vur 200 oldu 1200. 3 vur 120 360. 2 vur 72 144. 1200 üstə gəl 144. 1344. Çıxılsın 360. Bərabərdir 49'da. 4'dən 0 çıxdım 4. 14'dən 6 çıxdım 8. 12'dən də 3 çıxdım 9. 984 7'yə bölünürmü görən? 9'da 7 bir dəfə. 28'də 7 4 dəfə. Yox, bölünmür. Demək cavabımız bu şəkildə veriləcək. Ya da bunun tam hissəsindən ayıraraq veriləcək. Yəni 7'yə bölünsəydi ixtisar aparardım ya da tam ədəd alardım. Amma 7'yə bölünmür. Onda cavab ya belə veriləcək ya da tam hissə ayrılaraq veriləcək. Bəlkə də heç əmsallar belə deyil. Yəni müəllimlərin yadında qalan olaraq verilib burada. Bəlkə də burada 6'nın yerinə 5 verilib və ya 4 verilib. İndi mənə verilən məlumata əsasən burada 6'dır. Ona görə mən belə yazdım. Bəlkə testdə burada 5 elə bir əmsallar verilib ki, gəlib burada axırda tam bölünür. O da ola bilər. Bölünmürsə də yəni cavab belə veriləcək. Gəldik. Burada bir trigonometriyə aid sualımız var. 15-ci sual. Kosinus kvadratı x çıx 3 kosinus x çıx 4 bərabərdir 0. Bizə deyir ki, ən kiçik müsbət kök ilə ən kiçik müsbət kök ilə ən böyük mənfi kök. Bunların cəmini tapın. Gəlin tapaq. Görürük ki, bu kosinus x-ə görə bir kvadrat tənlikdir. Kvadrat tənliyin əgər baş həddinin əmsalı 1-dirsə, bu çevrilmiş kvadrat tənlikdir. Çevrilmiş kvadrat tənliyi də Viet teoremi ilə həll etmək olur. Toplayanda 3, vuranda mənfi 4 eləyən ədədlər. Bu da 4 mənfi 1'dir. Yəni kosinus x ya 4'dür ya da mənfi 1'dir. Bilirik ki, kosinusun qiymətlər çoxluğu mənfi 1 ilə 1 arasındadır. Onda kosinus x 4'ə bərabər ola bilməz. Demək, kosinus x mənfi 1'dir. Əgər Viet teoremindən tapa bilmirsinizsə, diskriminantla həll edib tapa bilərsiniz. Baxın, bu
bilirik ki, kosinus oxudur. Kosinus bu da sinus oxudur. Kosinus mənfi 1-dir, o deməkdir ki, bax, bura 1-dir, bura mənfi 1-dir. Kosinus 1-də 0 alır və yaxud da 360 dərəcə alır. Kosinus mənfi 1-də isə 180 dərəcə alır. Bunlar dövrlərdir də. Deməli ki, burada x olacaq, pi üstəcə, yəni 180 üstəcə 2 pi k. İndi mən k-yə qiymətlər verəcəm. K-yə 0 verəndə x bərabərdir pi alınır. K-yə 1 verəndə x bərabərdir 2 pi üstəcə pi, 3 pi alınır. K-yə 2 verəndə və bu arta belə gedir. İndi mənfi ədəd versəm, mənfi 1 versəm, x mənfi pi olacaq. Mənfi 2 verəndə də azala gedəcək. Beləliklə də müsbət ədədlər içərisində ən kiçik müsbət kök pi'dir. Mənfi ədədlər içərisində ən böyük mənfi kök mənfi pi'dir. Və bu köklərin cəmi də 0 olacaq. 15-ci sualımızın cavabı da bu şəkildə 0-a bərabər olur. Başqa hansı tip bizim məsələmiz qaldı? Çarx məsələsi var idi. Onu da həll edək. Səhifəmizi dəyişək. Deməli, gəldik indi 16-cı suala. Görək 16-cı sualımız necədir? 16-cı sual. Bizə deyir ki, bax, 4 dişli çarx dişləri bir-birinə keçmiş formada fırlanır. 4 dişli çarx dişləri bir-birinə keçmiş formada fırlanır. Müəllimlər, çarx məsələsi hardasa 6-cı, 7-ci sinif dərsliyində var idi. Orada tərs mütənasiblik, düz mütənasiblik mövzusu var. Həmin o mövzuda bizə həmin o dərslikdə verilir ki, çarxın dişlərinə aid məsələdə onların dönməsi ilə dişlərinin sayı bir-birinə tərs mütənasib olur. Ona görə də biz burada tərs mütənasiblikdən söhbət getdiyini bilməliyik. Məsələmiz belədir ki, 4 dişli çarx dişləri bir-birinə keçmiş formada fırlanır. Çarxların ümumi dişlərinin sayı 675-dir. Çarxların dişlər sayı 675-dir. Və çarxlar bir-birini 1/2/3/4 nisbətində döndərir. Ən çox dönən çarxın dişlər sayını tapın. Deməli, çarxlar bir-birini 1/2/3/4 nisbətində döndərir. Ən çox dönən çarxın dişlər sayını tapın. Deməli, çarxın dişləri bax bu şəkildə bir-biri ilə mütənasibdir. Və dişlər sayı ilə dönmələr sayı tərs mütənasib olduğu üçün biz bunu tərsinə çevirib toplayacağıq. Yəni, mütənasiblə yamsalı k olsun. 1k, 2k, 3k, 4k yox. Deməli, k bölünsün 1. Bunun tərsi də elə 1-dir. K bölü 2. Bunu tərsinə çevirib toplayacağıq. K bölü 3, K bölü 4. 675 bərabərdir. Bunlara ortaq məxrəc 12. Bunu vurdum 12-yə, bunu da 12-yə. Bunu vurdum 6-ya, bunu da 6-ya. Bunu vurdum 4-ə, bunu da 4-ə və digərini də 3-ə. 12-nin altına 18. 18-dən 4-ü 22, o da 3, 25K. Buradan k bərabərdir 675 bölünsün 12-də 25, yəni vurulsun 25-də 12. 675-i 25-ə böləndə nə düşür görsən? 25-i 25-ə vuranda 625. Üstünə bir dənə də 50 gəlsəm, yəni 2 dənə 25 gəlsəm, 675 eləyir. Deməli 27 olacaq. Bura 1, bura 27. 27-ni də 12-yə vuranda 10'u 27'ye 270. 2'ni de 27'ye 54. Bu da 324. K'nı tapdıq 324. İndi bizə deyir ki, ən çox dönən çarxın. Ən çox dönən bizə burada bilməliyik ki, böyük kəsirin məxrəci kiçik olan kəsirdir. Məxrəci kiçik olan kəsir elə 1-dir də, düzdür. Deməli, ən çox dönən kəsirimiz də elə k bölü 1 olacaq və cavabımız da 324 olacaq. 17-ci sual deməli belə bir sualdır. İki fəhlə bir işi o birindən 2 gün tez yerinə yetirir.
Fəhlələr birlikdə bu işi 4 gündə yerinə yetirərsə, işi tez bitirən fəhlə neçə gün iş görüb? Bu da tərs və düz mütənasiblik mövzusuna aid olan bir məsələdir. Eyni zamanda deməli birinci isə dim test toplusunda deməli tənliklər sisteminə gətirilən məsələlər mövzusu var. Həmin o mövzudan götürülmüş bir sualdır. Tənliklər sisteminə gətirilmiş məsələlər, yəni həlli tənliklər sisteminə gətirilir bu məsələlər. Yəni bizə yad olan bir məsələ deyil. Həm dərslikdə var, orta məktəb dərsliyində, həm də ki, birinci isə dim test toplusunda var. Deməli, məsələmiz belədir. İki fəhlə bir işi o birindən 2 gün tez yerinə yetirir. Baxın, birinci fəhləmiz, ikinci fəhləmiz. Birinci fəhlə işi 2 günə yerinə yetirsin. İkinci fəhlə bundan 2 gün tez yerinə yetirir. Yəni 2 çıxılsın 2 günə yerinə yetirir. 2 gün tez. Tez demək, yəni 2 gün əvvəl. 2/2 deməkdir. Fəhlələr birlikdə bu işi 4 günə yerinə yetirir. Birlikdə 4 günə yerinə yetirirlər. Bizə deyir ki, işi tez bitirən fəhlə neçə gün işləyir? Deməli, əziz müəllimlər, nə edəcəyik? Birinci fəhlə işi x günə yerinə yetirirsə, 1 günə nə qədər iş görəcək? X-də 1. O biri x/2 günə yerinə yetirirsə, 1 günə nə qədər iş görəcək? 1/x/2. Bəs birlikdə 1 günə nə qədər iş görəcəklər? 1/4. Deməli, bunların cəmi 1/4 olacaq. Gəlin bunları cəmləyək və həll eləyək. 1/2 üstə gəl 1/x/2 bərabərdir 1/4. Bunları vuraq. X vur x/2 bərabərdir 4-də 1. Yəni, məxrəcləri vurduq, surətləri də vuraq. X/2 üstə gəl x. İndi bunları çarpaz vuracağım. X ilə x-i 2x çıx 2. Bu da x kvadrat çıx 2x bərabər 4-də 1. 4-ü vuranda bura 8x çıx 8 bərabərdir x kvadrat çıx 2x. X kvadrat çıx 2x çıx 8x çıx 10x. Üstə gəl 8. Toplayanda 10. Vuranda 8 eləyən ədədlər varmı görəsən? Toplayanda 10. Vuranda 8. 2 ilə 4, 1 ilə yoxdur. Onda bizə rəqəmləri səhv veriblər. 2 fəhlə bir işi o birinin 2 gün tez yerinə yetirir. Fəhlələr birlikdə bu işi 4 günə yerinə yetirir. İşi tez bitirən fəhlə neçə gün yerinə yetirir? 2x çıx 2 bərabərdir x kvadrat çıx 2x 8x çıx 8 x kvadrat çıx 2x x kvadratı çıx 12x üstə gəl 8 d bərabərdir b kvadratı 100 minus 4ac 32 70 68 eləyir. Bundan kök çıxmır da. Məsələmiz bu tipdədir müəllimlər. Məsələmiz belədir. Lakin yəqin ki müəllimlərin yadında qalan biraz səhv məlumat olub. Yəni burada 4, 2 bunlar bəlkə də bu 5-dir, 6-dır deyə bilmərəm. Amma elə bir rəqəmlər, elə bir ədədlər verilməlidir ki, gəlib axırda buradan kök çıxsın. Kök çıxandan sonra biz x-i tapırıq. Düzdürmü? X-i rahatca tapa bilərik də. x1 bərabərdir mənfi b plus kök altı d bölü 2a. Və yaxud da çıx olmayacaq. Çünki x mənfi ola bilməz. Mənfi b plus kök altı d bölü 2a düsturu ilə x-i tapırıq. X-i tapandan sonra da deyir ki, tez bitirən fəhlə x/2-dir. Tapdığım x-dən 2-ni çıxıb cavabı qeyd eləyəcəyik. Yəni, bir sualımız da belədir. Bu da asan bir məsələdir. Asan məsələdir. Hətta mən sizə deyim ki, əziz müəllimlər, bu məsələ tipi deməli, ibtidai sinif sertifikasiya imtahanına da hətta düşən məsələ tipidir. İbtidai sinif. Yəni, ibtidai sinifə bu məsələ düşürsə və onlar bunu həll eləyə bilirlərsə, yəni bizə nə gəlib ki, biz həll eləyə bilməyək. Sadəcə bir günü tapıb, toplayıb tənlik qurmalıyıq, tənlik şəklində həll eləməliyik. Və bir dənə də sualımız var hələ. 18-ci sualımıza da baxaq. 18-ci sual. Deyir ki, piramidanın hündürlüyü, bax, piramidanın deyir, hündürlüyünün ortasından keçən müstəvi kəsiyin həcmi 5 olarsa, piramidanın həcmini tap.
Bir dənə piramida çəkək müəllimlər. Piramidanın düz ortasından bir müstəvi keçirirəm. Bu müstəvi bu hündürlüyü yarı bölür. Yəni bu h-dırsa bu da h-dır. Yarı bölür. Piramidanın hündürlüyünün düz ortasından keçən müstəvi kəsiyinin həcmi V1 bərabərdir 5 olarsa, piramidanın öz həcmini tapır. Deməli, baxın müəllimlər. Bunun deməli hündürlüyü h-dır, ümumi hündürlük 2h-dır. V1 bölünsün ümumi V bərabərdir h bölünsün ümumi h, yəni 2h kubu. Həcmlər nisbəti parçalar nisbətinin kubuna bərabərdir. 5 bölünsün V bərabərdir 8'də 1. Burada V bərabərdir 40 alırıq. Beləliklə də bu gün mən sizinlə 18 dənə sual paylaşdım. Yenə də qeyd edirəm ki, ətraflı məlumat almaq üçün və daha yaxşı öyrənmək üçün 050 501 1771 nömrəsinə yazaraq hazırlığıma qoşula bilərsiniz. Mən Daşqın Yunus, Riyaziyyatın Dərinlikləri kanalında bugün sizinlə kəsilən müəllimlərin sertifikasiya imtahanına düşən digər sualları paylaşdım. Ötən dəfə 23 ya 24 sual paylaşmışdım. Bu da 18. Cəmi oldu 42 ya 43 sual. Bundan əvvəl də 10 sual deyəsən paylaşmışdım. Bu qədər. Kanalıma abunə olmağı, like etməyi, linki paylaşmağı unutmayaq. Əgər abunə sayım və baxış sayım çoxalsa və məni qane eləsə, digər sualları da paylaşacağım. Sağ olun, gələn görüşlərə dək.